Bakıda və Abşeron yarımadasında yanvarın 17-sindən havanın temperaturu 0 dərəcəyə düşəcək. Yanvarın 17-sində gecə hava 0 dərəcəyə enəcək. Yanvarın 18-i, 19-u və 20-sində gecə müvafiq olaraq havanın temperaturu 1, 2 və 4 dərəcəyə enəcək. Yanvarın 19-u və 20-sində isə Bakıda və Abşeron yarımadasında gündüz havanın temperaturu 0 dərəcə təşkil edəcək. Bugün isə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Arabir güclənən cənub-qərb küləyi axşama doğru mülayimləşəcək. Milli Hidrometeorologiyada xidmətindən yeni sabaha verilən xəbərə görə havanın temperaturu gecə 4-7 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacaq. Qeyd edilib ki, atmosfer təzyiqi 757 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq. Azərbaycanın rayonlarında isə hava şəraiti əsasən yağmursuz, bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 11-16 dərəcə isti olacaq.